Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Birinci fəsil. Ümumi müddəalar. Maddə 1. Nağdsız hesablaşmaların məqsədi. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik. Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının mülki məcəlləsindən, Azərbaycan Respublikasının vergi məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. Nağdsız hesablaşmalar haqqında qanunvericilik ələt azad iqtisadi zonasına şamil edilmir.